Herkese yeni bir vlogdan salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mənim nə yadımdan çıxıb? Səhər oyandım, yadıma düşdü ki, axı mən bir YouTuber cikəm, yəni cik. Ona görə dedim ki, mən vlog çəkməliyəm. 3-4 gündür vlog yoxdur. Dedim, ayıl günlər, belə özümü sirkələdim, dedim, kəndinə gəl. Özünü toparla, vlog hazırlamalısan. Əslində qızlar, ağlımda var idi ki, bəs evdən vlog çəkməyim, gedim bulvara, orada qəşəng lalələr, tülpanlar əkiblər. Onları çəkim sizə göstərim. Yəni hər bir maraqlı gəzinti vlogu olsun. Sadəcə olaraq getməyə adam tapmadım ki, məndən kimsə getsin. Mamaya yazdım, mamanın işi var. Gəlinimizə yazdım, gəlinimizin işi var. Hətta o da məni izləyir burada. Onun işi var. Sonra xala qızlarına yaza bilərdim. Onlara yazmaq istəmədim. Çünki bu yaxınlarda yenə birinin ad günüdür. Oraya yığışacaq. Ona görə istəmədim ki, yenə də onların birini narahat edeyim gedək. Qaldım belə. Tək də getmək istəmirəm. Tək maraqsızdır. İstəyirəm kimsə olsun yanımda. Tülpanları görməyə çox istəyirəm. Hətta Qəbələdə də var idi qızlar tülpan sahəsi. Sadəcə olaraq ora tam belə paylaşıldığı kimi olmadığı üçün. Buradan durub ora getmək o qədər də mənalı bilmədim. Bulvardakı tülpanlara baxdım. Yəni onlar daha yaxşıdır. İndi isə səhər oyanmışam. Oğlumun birini hazırlığa qoymuşam. Biri evdədir. İndi birazdan onu da aparacağım. Birisini götürüb məktəbə qoyacağam. Çünki həftə içi günümüz belə aktiv keçir. Ora get, bura get, evə gəl. Bugün amma istəyirəm ki, evdə biraz təmizlik eləyim. Çünki həyət yumalıyam, kuklanın arxasını səliqəyə salmalıyam. Bu işlərim var. İnşallah ki, onları eləyərəm. Qızlar, bəlgesəlimizə atlar da qəbul olundu. Təzə qonaqlarımız gəlib. Bunlardan qoyaq part 2. Bunları da yaxınlaşdıraq. Baxaq. Balasına baxın elə. Yatıb yerdə. Bana biraz pintidir. Bizim uşaqlar kimidir, bax. Özünə fikir vermir. Gedim evə. Dedim bunları da çəkeyim. Keçən səfərki bəlgesəlimizin davamı olsun da bu. Bura yenə də sudur. Biraz da yağış yağdı, üstünə əlavə olundu. Tam quruyurdu deyirdim. Yenidən oldu. Belə. Və biz yenə də bu daşların üstündən Survivor'da, yəni bura görsünüz qızlar, saray elə yerdir ki, həm Survivor olur, həm bəlgesəl olur. Ya hər tip yaşayış var burada. Maraqlı həyat keçir burada, görsünüz. Qızlar, havanın gözəlliyinə baxın, elə bir dənə. Görün, necə gözəldir. Ölürəm də havanın belə bu forması üçün. Hətta bundan da biraz belə rəngli olur. Yəni, buranın ən sevdiyim yanı bir dənə havanın belə olmağıdır. Çox gözəl görsənir. Qızlar, gəlin sizə ustalar orada yoxkən evin tertörünü göstərim. Baxın, orada bir otaqdır. Onun arxası bir otaqdır. Sonra orada bir otaqdır. Biraz da yaxınlaşdırım. Burada bu balaca yer hamam tualetdir. Burası bir yerdə bir dənə otaqdır. Səsimə fikir verməyin, sərsərdində durmuşam. Dedim, ustalar yoxkən buranı sizə göstərim tertörünü. Burada artıq şeylər demək olar ki, bitir, az qalır. O birisi qonşularımız da artıq evlərin pəncərələrini siliblər, baxın. Artıq pəncərələri falan tərtəmizdir, hazırlaşırlar keçməyə. Qızlar, uşaq vaxtı bizə deyirlər ki, bəs 4 yarpaqlı yonca tapsan, arzu tutursan, güya ki, arzun gerçək olur. Yəni, hələ də uşaqlığımdan bəri 4 yarpaqlı yoncanı axtarım, amma tapa bilmirəm. Burada bir dənə belə göbələk var. Göbələk. Rayonda olanda uşaq vaxtı da biz aparırdı göbələk yığmağa. Gedirdik, gəzirdik, yığırdıq. Gəlirdik, sonra onu peçin üstündə pişirib yeyirdik. Nəysə qızlar, 4 yarpaqlı yonca tapsız mənə xəbər eləyin. Təsəvvürün ki, uşaqlıqdan hər nə qədər axtarım, tapa bilməmişəm. Burada isə bacınız nə edir? Süd qoymuşam bura. O da niyə görə? Qatıq hazırlayıram. Görürsünüz qızlar, nə zirəng, hamarat bir bacınız var. Yoldaşım rayona getmişdi, süd gətirmişdi. Əslində buzxanada da var. 2 litrlik pulkada. Ona görə istəmədim ki, bunu da əlavə buzxanaya atım da orada yığılsın. Dedim, elə buna nə yaxşıdır? Qatıq hazırlayaq.
Həm uşaqlar yer, həm də doğğa falan hazırlayaram. Bunu da qoydum ki, bura ilmanqı olsun, amma ki çox qızdırdıq. İndi isə bunun biraz soymağını gözləməliyəm ki, biraz soysun. Sonra isə qatığa tökümüsünə, yəni mayalandırım, üstünü örtək, qəşəng bu özünə gəlsin. İstirahət eləsin biraz. Mətbəximin də son halı gördüyünüz kimi içlər acısı. Yəni ağlayır bu dəqiqə. Sadəcə olaraq istəyirəm ki, qabyanın qabları boşaldım. Bunlar yuyulub. Bunları yığım yerinə, sonra kirliləri yığım qabyana. Buraları da səliqəyə salım, təmizləyim. Sonra görüm nə işlər görürəm. Balkonumuzun işığının da ürəyi gedib belə. Mən sökmədim. Axırda külək söktü ki, mənim işimi asanlaşdırdı. Dedi, sən sökmürsən, eyb yox, mən sökərəm. Artıq işləmir. Yəqin ki, onu oradan yığışdırıb, buramı zibil qabına ataram. Çünki çox gec yığışdırdım, qaldı yağışın küləyinin altında, xarab oldu. Və qızlar, sizə sənət əsərimi göstərim. Bu mənim şah əsərimdir. Baxın, görsünüz. Çünki çölə sərirəm, qurumur. Paltar ipim yoxdur. Setka var da, mən də görürsünüz. Ona sərirəm, orada da qurumur. Məcbur qalıram, belə sərirəm. Yəni, axşamdan sərirəm, səhərə quruyur. Amma çölə sərəndə 2 günə, 3 günə belə quruyur. İndi baxdım videolarıma ki, gün buradan vertolyot uçurdu, çox yaxından uçurdu. Onu çox yaxından çəkmişdim. Amma ki, videonu çəkməmişəm sən demə. Bazılar bir şəkil çəkilib. Yəni, video yoxdur, danışıram orada, o yoxdur. Həqiqətən çox məyus oldum, çünki çox maraqlıydı həqiqətən. Yəni, birinci səfər deyil, o qədər yaxından uçduğunu görürdüm. Və çox yaxınlaşdırılmışdım. Hətta içi belə görsənirdi. Sadəcə olaraq, niyə onu belə çəkməmişəm onu, amma mən elə biləm ki, çəkmişdim onu. Sən demə kamera çəkmirmiş. Bunu yəqin ki, çox adam bilir. Mən yenə də çəkmək istədim. Belə bir qaşıq qatıq. Əgər başqa sulu bilənlər də varsa, məndən yazsın. Çünki mən də bilmədiyimi buradan öyrənirəm sizin sayənizdə. Südümüz isə ilmanqıdır. Buradan belə süd götürürük. Bunu qarışdırırıq, əlavə edirik onun üstünə. Üstünü örtürük, olur qatıq. Yəni, üstünü örtən kimi qatıq olmur, təbii ki. İndi qoyuram, bir də axşamüstü götürəcəm. Bu qədər. Hətta bizdə bir belə mama gil elədiyi bir şey də var. Belə 3 dəfə vururlar ki, göyə qatıq yaxşı olsun. Amma mən yəndə də yaxşı olmur. Yenə də elədim, amma görə indi bu dəfə necə olacaq elə. Və qızlar, beləliklə yuxarıda işlərimi bitirdim. Mətbəxi təmizlədim. Yeri falan tozlar anlamışam. İndi bu yuxarı çıxacaq, ona görə burada da belə uzanıb. Öz keyfindədir. Buraları da belə səliqəyə saldıq, tozlanladıq. İndi isə çıxırıq bu mənim bu sənət əsərimi yığmağa, bir də ki, yuxarıları falan tozlanlamağa. Hətta bu yünləri belə deyərdim ki, o şüşəni falan silməliyim, yerin kafelini silməliyim. Məni ən çox sevən varlıq. Gəlmişim bura uşaqların yerini yığmağa. Bir də gördüm ki, çıxıb bura pəncərənin ağzına. Elə istəyir ki, evə girsin, amma evə təəssüf ki, sala bilmərəm də, sən mən özürlü say. Can. Bir iki dəfə uşaqlar salırlar evə. İndi ağzında şirə qalıb. İstəyir ki, yenə girsin evə, gəlsin oraları, görsün nə var, nə yox. Ay, toy-toyşum benim. Gördünüz necə belə centilmen baxışı baxdı, görürsünüz. Deyirəm də, bu oğlan, elə belə oğlan deyil, bu centilmen oğlandı. Bu arada bilməm, qız da oğlandı. Oğlanı oxşur deyə ədə deyirəm, oğlan deyirəm, centilmen deyirəm. Səndən qız olmazsan, oğlan oxşan, baxışların deyir ki, mən oğlanam. Zəhmli baxışdı. Qızlar uşaqları qoydum, gəldim məktəbə. Qızlar uşaqları məktəbə qoydum, gəldim. Dedim elə evə çıxmamış. Çünki 20 dəqiqə, yox daha doğrusu 40 dəqiqə vaxtım var. Gedib birini götürməliyəm. Ona görə dedim elə yuxarı çıxmayayım. Buraları da belə yuyum. Əslində buralar o qədər də belə batıq deyil. Sadəcə olaraq tozdur. Amma buralar isə yəni belə batıb. Dedim buraları yuyum, biraz da yuxarıları belə əl gəzdirim. Onların məktəb vaxtına qədər. Belə, buralar da oldu. Təmiz, yenə həmhək kimi. Təmiz olanda daha qəşəng görsənir. Buralar da belə. İsə gedirik evə. Buraların da son halını göstərim sizə. Dedim, ilk öncə süpürüm. Əslində su vurmaq niyyətim yox idi. Sadəcə olaraq dedim, yuyulmalıdır yəni bura. Şurabram var idi. Onu daha rahat idi buraları silmək. Amma indi o da qırıldı. Ona görə su töküb, belə su təkəndən çəkəcəm. O da təmiz olur. Belə indindən üstdən süpürüm zibilini yığım, sonra isə yuyum. Özümə çay qoymuşdum. Buranı istədim ki, saxlayayım. Sadəcə olaraq dedim çay qaynayana qədər elə buranı da həll edeyim 5 dəqiqədə.
Ondan sonra rahat durum çayımı içim. Və beləliklə qızlar, buralarda belə tamam oldu, təmizləndi. Baxın belə. İndi artıq gidib rahat-rahat çayımı içə bilərəm. Hətta kofe var. Bəlkə mən onu düzəltdim. Bu səfər bu vedrəni götürək. Burada belə bir kofe. Və qızlar, işlərimi bitirdim. Yəni bu günə planlaşdırdığım işlərimi. İndi isə kofemi içim. Ondan sonrası şam yeməyi hazırlamaq istəyirəm. Şam yeməyinə isə dolma hazırlamaq istirdim. Sadəcə olaraq günortadan sonra artıq fikrimi dəyişdi. İstəyirəm sadəcə yeməyi hazırlayım. Badımcan, bibər, pomidor lazımdır. Bunları isə bilmirəm. Özüm gedib alacağam, yoxsa yoldaşıma deyim o gələndə alsın. Ərinirəm buradan marketə getməyə. Biraz aralıdır meyvə tərəvəz marketi ona görə. Bu qabı isə Temudan almışdım. Balaca qabı. Onu rozetka kimi istifadə edirəm. Mürəbbə qabı kimi. Amma hərdən belə də istifadə edirəm. Bu da çox ucuz almışdım. 2 manata yoxsa 3 manata almışdım 6 dənəsini. Endirmə salıb almışdım. Deyirəm, axı mən hər şeyi endirmə salıb alıram. Ona görə o da elə düşmüşdü. Hətta bir dəfə Farmland oyunu var. Temuda bəlkə də oynayanlar var aranızda. Oradan bunun 4 ədədini, bir də ki meyvə qurdan səbət qazanmışdım. Onları isə verdim mamaya. Çünki mamanın xoşu gəlirdi belə bunlardan. Qazandığım hədiyyəni də vermişdim mamaya belə. Və bilin görək qızlar, mən hara gedirəm. Yoldaşıma zəng elədim. Dedi ki, biraz yetişəcəyəm, yəni yeməyin vaxtına çata bilməyəcəm, biraz da yəni bişirmə vaxtına çata bilməyəcəyəm. Mən özüm gedirəm marketə, gedim bir-iki tərəvəzi alım, gətirim, başlayayım yeməyə. Hava da bu arada çox qəşəngdir. Bu arada qızlar, bu paketlər bir də sizdə bahadır. Hansı markayda çıxarılmışdı bu əl çantası kimi belə sarı paket. Yəni bilənlər varsa yazar, mənim indi yadımdan çıxırsın. Balenciaga idi, hansıydı bilmirəm. Qızlar, deməli ətimizi qoydum. Əslində bu qoyun əti olsaydı daha yaxşı olardı. Sadəcə qoyun əti olmadığı üçün mal ətindən eləyirəm. Ona görə biraz belə xırda-xırda doğramışam ki, bişsin. İndi bunlar biraz burada qovrulsun, bişsin. Ondan sonra digər ərzaqları yavaş-yavaş doğrayıb qatacağım. Sadəcə ki, yəni böyük yolda olsun, yerləşmədi. Ona görə qazın 2 gözünü yandırmışam. Bir orada böyük, bir də burada balaca gözünü yandırmışam ki, bunu tamamını bişirsin. Artıq ətimiz demək olar ki, suyu falan çəkildi. Soğanını, bibərini vurmuşam. İndi kartof da vuracağım. Sonra badımcan, sonra pomidor, bir də şüy də almışam. Onu da istəyirəm qatım buna. Bir də ki, əziyyətləri qalıb. Sadəcə yeməni çoxdan eləmirdim. Hardasa xırdalanda olanda eləmişəm ən son. Pomidorunu, bir də ki, az bibərlə doğradım. İndi bunu istəyirəm sarımsaqda vurum. Çünki sarımsaq yeməyi ayrı belə bir qatır. Bunlar nəhayət yeməyimiz deyəm. Bütün ərzaqlarını qatdım. İndi bunu təbii ki, öz qapağı olmadığı üçün böyük bir qazanın qapağını qoyuram üstünə. Biraz xudunu da alıram. Özü asla bişir. Bu arada gəlin qatığımıza baxaq görək hələ. Bayaqları yaxşı götürməmişim qızlar. Çünki bayaq bundan duruydu. İndi yaxşıdır. Qazan məni göstərir deyə indi bu deyək. 2 qat qalmışam. Boynumu da bişmişəm ki, məni görməyəsiniz. Bunu da götürək, qoyaq soyuducuya, soyusun, özünə gəlsin. Bayaqları tutmamışdı deyə o qədər narahat idim ki, dedim birdən də yaxşı olmaz. Məndə adətən video çəkəndə çox şeylər alınmır. Normalda hər şey yaxşı olur, amma video çəkəndə o qədər də yaxşı olmur. Bir də görsən, görürsünüz belə, tam belə bərkdə evdə, yəni idarə edək. Gün batımının evə yansıması dəhşət gözəldir. Bir short videoda paylaşmışam. Baxın elə. Videoda o qədər də gözəl düşmür, canlı dəhşət gözəldir də. Bir də belə sarı düşür, amma ki belə narıncıya çalır. Hətta keçən short video paylaşımda bir izləyici yazmışdı ki, yəni bir izləyicidirmi, yoxsa izləmirmi məni bilmirəm. Yazmışdı ki, bacı birlikdə ev tikmişsiniz, bəsdə də nə qədər paylaşmaq olar, nə bilim mən, yəni. Onun yorumunu da silmədim. Bıraxdım ki, məni dəstəkləyin izləyicilərin öhdəsinə ki, onlar cavabımı versinlər. 2 xanım da yazmışdı, ona yorum cavabımı vermişdi. Düzdür qızlar, mən demirəm ki, rəy yazmayın, rəy yazın. Bu sizin haqqınızdır təbii ki. Amma elə rəylər var ki, düşünmədən, düşüncəsizcə yazılan rəylərdir. Mənim onsuz da yəni kontentim bəllidir ki, mən nələr çəkirəm. Evlə bağlı temizlik, arada birində gəzmək gedirəmsə gəzmək. Gündə getdim, mənim gözümün dəymədiyi bir şey yoxdur da, vallahi. Qıraq gözə nəzərə ehtiyac yoxdur. Mənim nəzərim nə idi sən deyər. İndi deyirdim ki, günəş qəşəng görsənir. Buludlar keçir qabağına. Bunun çıxartdığı oyuna baxın bir dənəsiz. Gəlib düşüb bura, bizim başımıza oynatır. Deyək ki, hökman evə girim. Sənin evdə nə işin var? Hı? Nə işin var sənin evdə? Ay Allah. Şirindir deyil, şirin. Ət vermişəm, indi də oynayır məndən.
Və qızlar, Oftavedan aldıqlarımızı göstərim yenə. Çünki bir şey bitmişdi. Orada nə görürəm? Təmizlik salfetkası. Özür bu dəfəki başqa növüdür. Amma gərək ki, bundan birdən yox, bir neçədən alardı. Çünki bu evdə həm yuxarı, həm aşağı qoyuruq. Sad olaraq mən deməmişəm ki, bundan 2-dən al. Amma acəni 2-dən alıb. Belə. Və qızlar, yeməyimizi də son halı belə görsənir. Hələ kitabına baxmamışam, amma dadı məncə qəşəng olacaq, çünki iyi qəşəng gəlir. Hər kəsə yeni bir gündən salam qızlar. Burada ayın görüntüsünə baxın hələ. Həmişə ayı belə görəndə elə biləm ki, başqa planetdə görsənir. Elə oxşayır. Biraz da yaxınlaşdıraq hələ. Çox gözəl görsənir, maraqlı görsənir. Qızlar, indi isə hazırlaşdım, çıxıram evdən. Burada yeni il damaşnilərim. Çıxıram evdən, gedim ana gilə biraz. Hava yaxşıdır. Qızlar, bu ağacın gözəlliyinə baxın hələ. Çox gözəldir. Görəsən bunun adı nədir? Meyvə ağacıdır, çiçək ağacıdır. Bilən varsa yazsın. Zəhmət olmasa çox xoşum gəldi həqiqətən. O qədər gözəl görsənir ki, yolum buradan deyildi. Yolum bura saldım ki, bunu bir dənə çəkim göstərim sizə. Nənə girə çatmanın sevinci. Bayağı da qızlar, göz çörək almışıq. Onu da yarısını yedik yoldan gələ. Nənə bəziyib də qapını. Qardaşım gələcək deyə mama bəziyib qapını, görürsünüz. Qəşəng eləyib. Bu arada aprelin biri buraxılmalıydı əslində. Onu da hələ buraxılmayıb. Mamanın bağı. Yavaş yavaş. Herkese yeni bir gündən salam qızlar. Artıq bilmirəm ki, 3-cü gün olmalıdır ki, artıq mən vlog çəkirəm. Az da olsa dünənlər mama gildəydik. Görübsüz oraları keçibsiz. Bu gün isə yenə bizim xala qızlarının birinin ad günüdür. Ora gedəcəyik. Düzü ad günü eləmir. Saz olaraq gedib tortunu, hədiyyəsini verəcəyik. Biraz yarım saat, 1 saat oturacağıq, duracağıq. Demədik ki, onu da belə tortsuz, hədiyyəsiz qoyaq. Eləməsə belə gedək ona sürpriz eləyək. Xəbəri yoxdur. İndi isə mən buralara falan belə işlərimi bitirmişəm. Yuxarı hazırlaşım. Mama gələcək bizə, uşaqların yanında qalacaq. Mama bizə gələnə qədər gedim mən də hazırlaşım, yavaş-yavaş geyinim. Sonra isə çıxım artıq gedim və hədiyyə də yenə almamışam. Hər şeyi son andan, son momentə saxladığım üçün. Yəni mənə halaldır da. Gedib hədiyyəni də almalıyam sədərəkdən yenə. Yenə də keçən səfərki kimi aldığım qabdan alacağım. Sadəcə olaraq bunun bantiksiz variantını alacağım. Yəni göstərərəm sizə, çəkərəm. Və qızlar, nəhayət ki çıxdım evdən. Bir dəfə də belə cins köynəyi. Mən və mənim möhtəşəm sözlərimdə, yəni hər şeyə tərsi-məsrif ad qoymağım. Neyse, cins yufqa ilə belə çəhrayı köynək giymişəm. Ağ hicab. Belə çəhrayı qaşlı üzüyümü taxmışam. Bu üzüyümü də görmüsünüz. Bir də plaş. Və saat artıq 1-in yarısıdır. Mən 1-in yarısı sədərəkdə olmalıydım. Deyəsən getkəzəm. Yəni çalışdığım qədər maksimum tezləşdirməliyəm hədiyyə almaqda. Belə, gedək. Gel lan hemen. Hemen ben çalıştırdım ya. Yeməklər də xoşuma gəlir. Yine qiymət filmdir ha? Yazır.
Geliyor bizimkiler. Aa, yaxşı salamatlıqda səfərsiz. Çok güzel. 28'de doldurmuşlar ora. Ama yine razıyım ben. Hə, hamı qoydu. Bəx gördüm, qoydu. Nene işte tortu hazırlayayım demişim. Ha ne diyeyim? Ele geçtin sen. Oğlan, yok gelmirlər, geçmirlər. Oğlan gəlir biraz. Onu balaca vaxt eləməliydiniz də. Bazı belə almış idi, onlar gözünə. Hə. Kızlar fabrikten bunu almıştım en son vanna köpüğü. Bir tane vannanın köpüğüne bakın. Yani uşaqlar biraz tam göstərə bilmirəm. Amma ki yəni dəhşət köpüklənibdə baxın. Və qızlar uşaqları yatızdirdim. Yəni simdilər, getdilər. İndi isə sıra mənimdir. Burada da belə bir vanna tubumuz var. İndi bunu da atıram suya, qəşəng köpüklənsin, rəngi dəyişsin. Mən də biraz istirahət edeyim. Və bu arada qızlar, bunun qoxusu o qədər gözəldir ki, mən bu toplar alanda vannamız yox idi. Hələ evə də kötməmişdik. Baxın. Tam köpüklənir, hər tərəfə rəngi yayılır. Vlogu isə artıq burada sonlandırıram. Bilmirəm necə bir vlog oldu, maraqlı oldu mu, olmadı mı, uzun mu oldu, qısa mı oldu, heç bir məlumatım yoxdur. Bu vlogu da geç çıxdığına görə hər birinizdən üzr istəyirəm. Bilirəm ki, bir də belə gecikmələr olmaz. Kanala abunə olmağı, yorum yazmağı, videonu bəyənməyi unutmayın. Dediyim kimi, əgər ki, may ayına qədər 5000 abunə olsa, 5 izləyicimə hədiyyə verəcəm. Bu hədiyyələrdə çox özəl hədiyyələr olacaq. Demişdim sizə əvvəlki vlogda da. Belə, ona görə qızlar abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.